Bakıda və Abşeron yarımadasında mayın 30-da havanın dəyişkən buludlu olacağı, tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, yarımadanın bəzi yerlərində yağıntılar qısa müddətli intensiv olacaq, şimşək çaxacaq. Güclü şimal-qərb küləyi gündüz tədricən mülayimləşəcək, temperatur gecə 14-16, gündüz 18-21 dərəcə isti olacaq. Naxçıvanda da bəzi yerlərdə yağış yağacaq, temperatur 18-22 dərəcə isti gözlənilir. Azərbaycanın bəzi rayonlarında fasilələrlə yağış yağacaq, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, yağıntıların bir qədər də güclənəcəyi ehtimalı var. Gecə və səhər duman olacaq, qərb küləyi arabir güclənəcək. Temperatur gecə 13-16, gündüz 20-25, dağlarda gecə 7-12, gündüz 12-17, bəzi yerlərdə 20-23 dərəcə isti olacaq.